Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov ictimaiyyətə müraciət edərək həyatına təhlükə olduğunu bildirib. Stat: Hazırda Bakı məhkəməsi məni Bakının kənarında yerləşən qapalı tipli həbsxanaya göndərməyə hazırlaşır. Bununla da mən yeganə yaxın qohumum və vəkilimlə ünsiyyət imkanlarından məhrum ediləcəyəm. Bu bədnam qapalı həbsxanada ən təhlükəli cinayətkarlar saxlanılır. Məhz oraya göndərilməyim son dərəcə həyəcanverici siqnaldır. Dövlətin həyatımı başqasının əli ilə fiziki olaraq sona çatdırmağı planlaşdıra biləcəyindən əsaslı şəkildə narahatam. Statın sonu. Bəhruz Səmədov ötən il dövlətə xəyanətlə ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum edilib. Özü ittihamların qurama olduğunu bildirir. Bununla yanaşı həbsinin 2025-ci ilin avqustunda Azərbaycanla Ermənistan arasında imzalanmış Vaşinqton razılaşmasına zidd olduğunu vurğulayır. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin saxlanıldığı Umbaki penitensiar kompleksində təzyiqlərə məruz qaldığı və tibbi yardımdan məhrum edildiyi bildirilir. Stat: Verilən işgəncələr nəticəsində səhhətimdə yaranan xəstəliklərin müalicəsi ilə bağlı dəfələrlə müraciət etsəm də qəsdən boyun qaçırıblar. Yəqin ki, xəstəliklərin patoloji hala çatmasını gözləyirlər ki, bunda da məqsədləri aydındır. Statın sonu. 2023-cü ilin avqustunda saxlanılan Elvin Mustafayev narkotik maddələrin satışında ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Özü isə ittihamları qəbul etmir və işçi hüquqlarının müdafiəsi ilə məşğul olduğu üçün həbs edildiyini bildirir. Hüquq müdafiəçisi Rüfət Səfərovun yanvarın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesində bəlli olub ki, zərər çəkən kimi tanınan Natiq İmamquliyev iddia olunan insidentdən sonra xəstəxanada müayinədən keçməyib. İttihamda Rüfət Səfərovun Natiq İmamquliyevin sağlamlığına qəsdən zərər vurduğu iddia olunur. Səfərovun vəkili Elçin Sadıqov məhkəmənin diqqətinə çatdırıb ki, İmamquliyev tibbi müayinədən keçmədiyini etiraf etdiyi halda onun xəsarət aldığı ilə bağlı tibbi rəy hazırlanıb. Avropa İttifaqı ölkələrinin Xarici İşlər Nazirləri yanvarın 29-da İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanımaq barədə razılığa gəliblər. Qurum bu addımı İranda keçirilən son etirazlar zamanı minlərlə etirazçını öldürülməsi ilə açıqlayıb. İranın Xarici İşlər Naziri Abbas Əraqçı qeyd edib ki, Avropa İttifaqı İranın milli ordusunu terror təşkilatı kimi tanımaqla daha böyük bir strateji səhvə yol verir.